Dostlar, hər vaxtınız xeyir olsun. Bir dənə də sizə istəyirəm göstərim qəndi külçəni. Deməli, burada dünənləri bu şeydir, nədir onun adı da, gəlin boğçasıdır. Bu elə bir ki, bir dənə artıq qaldı sizə göstərirəm. Bunun içində apelsin, limon, fındıq var. Burada da qəndi külçəni para eləmişəm, parasını yeyib, uşaq yeyib. Burada da bir dənə bütövü qalıb, istəyirəm sizə göstərim necə görünür. Bir dənə baxın, yumşaqlığını da görürsünüz də, yumşaqdır. Yəni, həqiqətən görürsünüz, içliyi də qabaqdan göstərirəm. Həqiqətən bunu zakaz eləməyə dəyər. Çox dadlıdır da, yəni çox həddindən artıq orucluqdur deyə indi paylaşmaram. Axşam paylaşaram. Videoları hamısını paylaşandan sonra axşam paylaşaram. Baxarsınız, bir dənə görürsünüz. Şişməyin, oruç tutanlar zakaz da eləyə bilərsiniz. Qəndi külçə hamı bişirə bilir. Ancaq ən çox talışlar bişirə bilir. Yenə də, yəni ürəyiniz istəsə zakaz eləyə bilərsiniz mənə. Çox dadlıdır. Dadına baxın. Üzü baxmışam, sizə görə baxıram ki, yəni inanasınız ki, dadlıdır. Həmişə deyirəm, heç inanmıram, mən bişirmişəm. O qədər qəşəndir, o qədər dadlıdır. Buyurub zakaz eləyə bilərsiniz. Yiyim, siz videonu bəyənin, yaxşı.